Salam, son dəqiqə xəbəri ilə qarşınızdayıq. Belə ki, İranın Bakıdakı səfirliyi İsrail, Azərbaycanla İran arasında nifaq salmaq cəhdində ittiham edib. Mərkəz TV xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi bəyanat yayıb. Bildirilib ki, Tehran, İsrail təhlükəsizlik və hərbi orqanlarının İranla əlaqəli müəyyən şəxslərin və ya təşkilatların bir sıra ölkədə, o cümlədən də Azərbaycanda İsrail əleyhinə aksiyalar planlaşdırılması barədə son açıqlamalarını qəti şəkildə rədd edir. Stat: Siyonist rejim 2025-ci ilin iyun ayında İrana qarşı 12 günlük hərbi təcavüz və 28 fevral 2026-cı ildə başlayan son təcavüzlə daxil olmaqla hərəkətlərin təhlili göstərir ki, bu rejim daimi münaqişənin əhatə dairəsini genişləndirməyə, müharibəni İranın qonşu ərazilərinə yaymağa çalışır və bu baxımdan saxta məlumatlar və yalancı bayraq əməliyyatları kimi tanınan aldadıcı həmlələr yayır. Statın sonu qeyd olunub ki, mövcud dəlillər Naxçıvanda şübhəli dron hücumları, Xəzər dənizində liman və gəmiçilik infrastrukturuna hücumlar, eləcə də regionda iqtisadi fəaliyyəti pozmaq cəhdləri İsrailin belə bir proqramına sahib olduğunu sübut edir.